Ənənəvi bir oyun var. Nə zaman ki, Cənubi Azərbaycan məsələsi aktuallaşır, təxminən eyni vaxtlarda İsrail və ABŞ-ın İranı vurmaq ideyaları və bu iddialardan doğan bəyanatlar işə düşməyə başlayır. Vaşinqton və Təl-Əviv ard-arda molla rejimini hədəf göstərir, nədənsə Cənubi Azərbaycana müstəqillik verməkdən danışmağa başlayırlar. Bəs bu çağırışlar dünən və bugün etibarilə nəyə hesablanır? Bugün ABŞ və ya İsrail İranı vura bilərmi? Bu suallara cavab verməyə çalışacağıq. Paraleldəyik. Sözü gedən çağırışlar hər dəfə türk, fars, ərəb yaxud hansısa başqa millət olmasından asılı olmayaraq İran cəmiyyətini birləşdirir. İsrail və ABŞ isə nə İranı vurur, nə də istibdad altında əzilən xalqlara faydalı olurlar. Əksinə İsrail və ABŞ-ın iblis obrazı İranda ortaya çıxan təbii çatları aradan qaldırır, ya bilərək, ya bilməyərək hər iki ölkə İrandakı rejimi qoruyurlar. Məsələn, Cənubi Azərbaycanın müstəqil olmasından danışan İsrail tərəfi və onun mediası niyə anlamır ki? Əslində cənubdakı soydaşlarımızın böyük əksəriyyəti İsraili ən azından dini baxımdan düşmən kimi qəbul edir və onlar mövcud rejimdən nə qədər narazı olsalar da sırf dini dəyərlərini qorumaq mövqeyində dayanırlar. Və ya bütün dünyaya ayaq açan ABŞ kəşfiyyatı güneyli soydaşlarımızın Vaşinqtonun İraq və Əfqanistandakı, ümumiyyətlə yaxın şərqdəki qanlı addımlarından narazı olduğunu hesablamır. Bilmirlərmi ki, ABŞ-ın rəhbərlik edəcəyi istənilən azadlıq hərəkatı güneyliləri razı salmayacaq və ya onlar görmürmü ki, Cənubi Azərbaycanın azadlığı təbii proses olaraq başlayıb və bu təbii prosesə istənilən süni müdaxilə ancaq zərər verəcək. Və ya anlamırlarmı ki, müdaxilə ancaq dini və soyu bir dövlətlərin əli ilə olmalıdır. Yəni Cənubi Azərbaycanın azadlığını səmimiyyətlə istəyən İsrail və ABŞ-ın İrana qarşı mübarizədə ilk addımı gücü bölgədəki türklərə yönəltməkdir. Əksinə, onlara qarşı addımlar atmaq, regionun muxtariyyətini öz əllərinə almaq istəmək yox. Ona görə də bəlkə də Güney Azərbaycan məsələsinə İsrail və ABŞ mövqeyindən yanaşanlar varsa da, onlar anlamalıdırlar ki, bu iki dövlətin İran məsələsində, xüsusilə Cənubi Azərbaycan siyasətində səmimiyyəti yoxdur. Sadəcə öz milli maraqlarından çıxış edirlər. Cənubun azadlığına gedən yol isə tarixin formalaşdıracağı uyğun mühit və həmin anda Ankara ilə Bakının koordinasiyası olacaq. Sözümüz onda deyil. Gələk Trumpın liderliyi etdiyi hazırki ABŞ-la İsrailin İranı vurmaq ehtimalına. Əslində farsizm, nüvə silahı yaratmaq addımları və Çini ucuz neft ilə təmin etmək siyasətindən savayı heç nə ilə ABŞ və İsrail üçün təhlükə yaratmır. Əksinə farsizm bu iki dövlətə yaxın şərqdə qalmaq və bölgədə at oynatmaq üçün bilərək ya bilməyərək ideal fürsətlər verir. Ona görə də ABŞ da, İsrail də bugünə qədər İrana ciddi zərbə endirmirlər, yaxud göstəriş xarakterli 1-2 raket atırlar. Dediyimiz kimi, İrandakı despotizm elə ən başda ABŞ və İsrailə sərf edir. İran kimi zəngin və potensiallı məmləkət dünya siyasətindən təcrid olunur. Ancaq bugün həm Trumpın özünün şəxsi düşüncələri, həm də İranın Çin siyasəti və nüvə silahı yaratmaq planları ABŞ-da ciddi narazılıqlarla qarşılanır. İsrail üçün dəyişən nəsə olmasa da, ABŞ-ın dünyəvi maraqları İranı hədəf halına gətirir. Körfəzdəki hərbi hərəkətlənmələr və Trump administrasiyasının açıq təhdidləri də bunu sübut edir. Əgər İran tərəfi nüvə məsələsində güzəştə getməsə, həmçinin ABŞ-ın dünyəvi maraqlarına qarşı Çin və Rusiya ilə əlaqələrini artırmağa davam edərsə, Qərblə dialoqdan qaçarsa, güzəştlərə getməzsə, bax o halda Trump administrasiyası üçün tək yol hərbi müdaxilə variantı ola bilər. Ona görə də gözləmək olar ki, rəsmi Tehran İranın belə mürəkkəb vəziyyətdə hədəf olmaması üçün nüvə məsələsində müəyyən güzəştə gedəcək, Qərblə dialoqa qayıdacaq və ən əsası, Rusiya və Çin siyasətində radikal tutumdan imtina edəcək. Əks halda nə olacaq? Buna Trump özü cavab verib. Hər an hər şey ola bilər. Növbəti paraleldə görüşmək ümidi ilə sağ olun, salamat qalın.